Bu məhdudiyyətlərdirsə səninkilərə niyə o məhdudiyyətlər tətbiq olunmur? Sən nədən bir molla kimi bu qədər imtiyazlara və imkanlara malik ola bilirsən? Hamısının milyardları var, milyonları var. İran varlı dövlətdir, kasıb dövlət deyil. Niyə bu insanlar acdır? Və bunun da üzərinə milli məsələlər gələndə, bunun da üzərinə imperiya xisləti gələndə, təbii ki, prosesləri idarə etmək o qədər də sadə olmur. Ona görə nə Trumpda, nə Netanyahu'da, nə bir başqasında bunu axtarmıyor. Sabah bizdə də axtaracaq. Zaman-zaman da axtarıblar, şəkillərini də vurublar. Cənab Prezidentin və digərlərinin də Güney məsələsi ilə bağlı bir söz olanda Erdoğan bir bənd şeir demişdi, İranda az qalamışdılar, düşmən elan edirlər. Bu tarix boyunda belə olub kənardan düşməni axtarmaq. Bu tipli ölkələrdə birləşdirici faktor xarici faktordur. Düşmən xaricdə olanda içərini daha rahat birləşdirmək olur. Amma daha buna ağıllara inanmırlar İran daxilində. Məsələn, tutaq ki, mərcbər Amerikaya ölüm şüarı ilə meydana, mərcbər İsrail şüarı ilə meydana çıxmaqla artıq o camiyyəni birləşdirmək olmur. Daha çox dağıdıcıdır. İndi Trump'ın şəkillərini vururlar küçələrə. İndi Trump'ın şüarlarını yazırlar küçələrə. Bu o deməkdir ki, ideologiyanın üstünü qırılıb, ideologiya ilə bir yerlərə qədər çatdırmaq olmur artıq. Doydurmur xalqı. Nə mənəvi cəhətdən, nə maddi cəhətdən, nə sosial cəhətdən insanlar təmin olunmur artıq. Bu deyilənlərin boş bir palavra olduğunun fərqindədir. İqbal bəy, bir sual mütləq verəcəm və əziz tamaşaçılar, verilişimizi isə lütfən bəyənin və paylaşın. 800-ə yaxın insan var burada, YouTube'da, TikTok'dakilər biraz fəal olsunlar. Deməli, İqbal bəy danışır, mənim yadıma düşür, dünən səhv etmirəmsə Qəddafinin qızının bir açıqlaması vardı, bir çağırışı vardı, bir yalvarışı vardı sanki. Yəni İran xalqına ki, bax mənim ölkəmi Amerika dağıtdı. Yəni atamı öldürdü, hər nə etsə də Qəddafinin ölkəsində pis yaxşı insanlar əzilsə də, amma bir ölkə olaraq hər halda ayaq üstündə idi. Bax, indi bu Amerikadan danışırıq da, indi qoydum Trump'ı bir kənara, söhbət Amerikanın siyasətindən gedir. İndi İranda baş verən proseslər birbaşa Amerikanın nəzarəti altında həyata keçirilir. Bundan əvvəl Venezuela'da gəldi, adamı prezidenti yatdığı yerdən uğurladı apardı. Yəni Amerika bu demokratiya adı altında bu ölkələrə girir və məqsəd də bəllidir da. İndi Venezuela'nı bildik, nefti dünyada bir nömrəli ölkədir neft çıxartdığı ehtiyatları üçün. İran 3-cü yerdədir deyirlər dünyada və s. və ilaxır. Amerikanın tamahı diş altında. Yəni biz bilirik ki, əslində məqsəd nədir? O tərəfdən də Qəddafinin qızının çıxışına baxıram. Həqiqətən də Amerikanın girdiyi ölkələrdə Liviyası olsun, nə bilim elə Suriyası olsun, digərləri olsun, haraydı? Səddam Hüseynin ölkəsi olsun, İraq olsun. Hansı bilmər, belə deyək, gülistanlıq gətirdi? Amerika heç bir yerə gülistanlığı, gülü, çiçəyi, sosial həyatın firavanlığını heç bir ölkə gətirməyəcək. Vətəndaşlar özləri gətirəcək. Amma Qəddafi olan bir yerdə o güllü gülistanın gəlməyəcəyi və uzun illər gəlməyəcəyi şəksiz aydındır. Bunun üçün mütləq Qəddafi dəyişməlidir. Dəyişməlidir ki, dəyişə-dəyişə proses öz axarına geçsin. Sizcə bugünkü Avropa və yaxud da Amerika Birləşmiş Ştatlarının özü bugünkü səviyyəyə elə Roosevelt'in vaxtında mı çatıb? Yox. Truman'ın vaxtında mı çatıb? İndiki vəziyyətə görürsünüz, heç dünən Biden'ın vaxtında da ata bilmədiyi addımları tutaq ki, Trump'ın vaxtındadır. Azərbaycan 20-ci ilə hansı dövlət başçısının vaxtında gəlib çatmışdı? Torpaqları işğaldan azad etmək və yaxud da 23-cü ildə. Heç bir zaman mütləq və mütləq bu rejimlər və bu adamlar mütləq dəyişməlidir. Əks təqdirdə bu hadisələrin oxşarı, analogiyası dəyişməyən ölkələrdə olur. Niyə? Çünki dəyişmədikcə betonlaşmış şəxsi maraqlar hakimiyyət və dövlət, cəmiyyət maraqlarını üstələyir. Cəmiyyət maraqlarını üstələyir. Biz bəzən müqayisə edirik, deyirik ki, məsələn, tutaq ki, Merkel bu qədər oldu, Helmut Kohl Almaniyada bu qədər oldu və onlarda deyil. Onlar dəyişən hakimiyyətlərdir. Onlar 5 ildən bir seçki qorxusu ilə xalq qarşısına çıxan, özü tək hakimiyyətli yox,
komanda şəklində çıxan və o görəvi alan adam var. Partiyası qalib gəlir, tək başına yox və s. Biz bunların hamısını doğru, dürüst qiymətini verməliyik. Amerika İrana heç nə gətirməyəcək. Amma Amerika İran xalqının bugün bir rejimdən qurtulmasını, bir rejimdən azad olunmasını dəstəkləyən bir addım atır. Gerisi xalqın işi. Demokratiyadan danışırıq. Niyə demokratiya gəlmədi? SSR-də Stalin öləndən sonra ta SSR dağılana qədər Stalinin şəkli maşınlarda gəzirdi. Sürücülər Stalinin şəklini maşınlarında gəzdirirdilər. Stalinə bir sevgi var idi. Vardı. Ata adı vardı. Amma Stalin bir qəddar, qaniçən diktator idi. Diktatorları da sevirlər bəzən. Xüsusiyyətlərinə görə. Çünki insanların düşüncə tərzi, yaşam tərzləri o diktatorun dövründəki bir tikə çörək anlayışına bərabər olur. Valla Trump da sevir da. Trump sevmir, Kim Jong-un'a tərif deyir, Putinə tərif deyir. Trump Amerikanın göstəricisi deyil. Prezidentlər deyil, təkcə Amerika kimi dövlətlərdə göstəricilər. Amerika bir sistem dövlətidir. O sistem Trump olmayacaq. Bəzən deyirlər Trump bu addım atıb. Amerika dövlətinin izni olmadan Trump bu addımı ömründə ata bilməz. Bu Amerikanın bir strategiyası. Demokratikləşmə və demokratik cəmiyyət quruculuğu üçün mütləq təfəkkür və düşüncə dəyişməlidir. Təfəkkür və düşüncənin dəyişməsi isə məhz hakimiyyətlər dəyişdikcə, bu kataklizmlər olduqca yavaş-yavaş üzə çıxır. Çalxalandıqca, bulandıqca zaman neyrə kimi yağı üstə çıxır, ayranlı olur. Sizcə elə dəyişmə, Qəddafi kimi ol, insanlar da manqurt olsun. 100 ildə belə yaşasan, 101-ci ildə yenə həmin şeylər olacaq. O insan yetişməlidir. O insan hələ şərtdə yetişmir. Bilirsinizmi? Adam bugün İrandan qaçıb, İraqdan qaçıb, Suriyadan qaçıb. Gelib Böyük Britaniyada, Londonda o həyat şəraitinin əleyhinə ora dəstək aksiyaları keçirdi. Bilirsiniz? Gülməlidirmi? Çox gülməlidir. Ora yaxşı idisə, orada yaşayaydın da. Niyə qaçımsan ora? Bu təfəkkür var hələ müsəlman dünyası. Hələ müsəlman dünyasında çox təəssüflər olsun ki, inamı və imanı bir adamların əlinə verib, özlərini də ona bağlayıb, arxasınca sürünürlər. Halbuki iman və inam Allahla sənin arandadır, başqa kimsənin arasında deyil. Bunu isə təşkilatlar qrupları müsəlman dövlətlərində minlərlə, 10 minlərlə ailələr də bu şəkildə idarə olunur. Dövlətlər də bu şəkildə idarə olunur. Hamısı. Veriblər onların əlinə. Onlar idarə edir. Baxın, Səudiyyə də dini dövlətdir. İran da dini dövlətdir. Küveyt də dini dövlətdir. Ərəb əmirlikləridir. Diqqət edin, baxın prinsiplərə. Hansı ailənin dəyərləri necədirsə və ya hansı ideolojinin dəyərləri necədirsə, dövlətlər o cür qapalı və ya açıq olur. Səudiyyə ailə olaraq qapalıdır. Çox ciddi şəkildə də sərt rejimlər var. İndi yumuşalmalar olur. Bu İslamdırsa hamınız bir olun da. Hamınızın bir xəttiniz olsun, bir qanun olsun. Niyə səndə bir cürdür, bunda başqa cürdür? Niyə səndə maşın sürməyə qadınlara icazə vermirlər, o birisində icazə verirlər? Bu dindirsə dindir. Niyə səndə başörtüsünə icazə vermirlər, bunda verirlər? Niyə? Bu bizim hamımızın dinimiz birdir də. Demək ki, bunu təşkilata çeviriblər. Bu artıq din deyil. Bu təşkilatlardır və ailələrin, ideolojilərin, fərdlərin maraqlarını ifadə edir və onu da hakimiyyətə daşıyırlar. Bunlar dəyişməyənə qədər Qəddafi getsin, Səddam gəlsin, Səddam getsin, Hüsnü Mübarək gəlsin, fərq etməz heç nə dəyişməyəcək. İnsanların şuuru dəyişməlidir yaxın şərqdə. Əsrlərdir dəyişməyən şuur və dəyişdirilməyə qoymayan şuur bugün bir yerdən çatlaq verir. Bir yerindən problem çıxardır ortalığa. İran 40 ildir, 45 ildir az qala bir ideolojinin üzərində dövlət idarə edir. Və mərkəzi haraydı? Məşhəd, Qum. Baxın Məşhəddə. Allahın evi yandırılır. Görün insanları hansı yerə çağır. Adi bir qaydada, adi bir halda heç kim o məscidin yandırılmasına
İzin də verməz, dözə də bilməz və ona qarşı çıxar. Amma bugün o məşəddə yaşayan o insan o məscidi yandırır. Niyə? Çünki ideoloji onu bezdirib, ideoloji onu yorub, ideoloji yalanlara bürünüb. O yalanın altında, o məscidin, Allahın evinin altında Allahın bütün ehkamlarını və göndərdiklərinin hamısını qıraya qoyub öz bildikləri kimi bu xalqa zülm edirlər. Ona görə yandırılır, ona görə o dəyişdirilir. Bax, bu yaxın şərqin bütün ölkələrində var. Bunlar dəyişəndən sonra insanlar dəyişməlidir yavaş-yavaş. Təbii, məscid niyə yandırsan? O yanmaq. Amma bu qəzəb artıq hər yerə sıçrayır, hər yerə gedir. Bilirsinizmi? Çadradan imtina aksiyası var idi yanında, xatirinizdə. Məhsa Əminidə. Bəli. Niyə imtina edirdilər? Bakıda bəyəm kimisə çadraya bürür, kimisə bürümə. Avropada kimsə bürünsün, kimsə bürünməsin, kimsə hicabla gəzsin, kimsə gəzməsin deyə bir qadağa varmı? Yox. Gəzənlər gəzir, gəzməyənlər gəzmir. Amma orada məcbur atın deyirlər. Yəni artıq insanı o örtünün, o bürünməyin altında hansı yollara, hansı əməllərə sürükləyirlər və hansı mənəvi pozğunluqlar gəlir, çıxır. Burada səni məcbur, saçın görünür deyə kötəkləyən, qamçılayan rejim öz nəvəsi Amerikada Lütüryan yazır. İngiltərədə Lütüryan yazır, bəli. Xamneyin nəvələrini paylaşmış. Bax, o nəticə itibarilə qəzəb doğurur, kin doğurur. Ona görə də bu düşüncə məsələsidir, şuur məsələsidir. Amerika bunu etməyəcək, bunu hər ölkənin özü edəcək, hər ölkənin özündə baş verən proseslər edəcək. Bunun üçün mütləq insan şuuru dəyişməlidir. İnsan düşüncəsi dəyişməlidir, yaşam tərzləri dəyişməlidir. Buna da böyük zaman lazımdır. Çox təəssüf, dəfələrlə qeyd etmişəm. Bizdə də, Azərbaycanda da elə bilirlər ki, məsələn, tutaq ki, bu seçki demokratik keçsə, vəssalam, bitdi, bizim problemimiz olmayacaq. Demokratik cəmiyyət qurulacaq. Ay dostlar, 92-ci ildə demokratik seçki keçirilməmişdi, iyun 7-sində. 93-cü ilin oktyabrında demokratik seçki keçirilməmişdi. Niyə gəlmədi demokratiya? Çünki demokratiya seçki məsələsi deyil, seçki demokratiyada prosedurdur. Demokratiya düşüncədir, vərdişlərdir, yaşam tərzləridir. Yoxdur bu. Bu yoxdursa, alınmayacaq. Yenidən geriyə, həm də daha ağırına qayıdacaq. Bütün dövlətlərdə belədir. Buna görə də bu məsələlərdə Qəddafini və bir başqasını, hətta kim, o acısından müraciət edir. Onlar belə bilir ki, Qəddafi dönəmində təbii Qəddafinin qızının vəziyyəti çox yaxşı. Həddən artıq. Hətta Berlusconi ilə sevgili idi. Qızı. Ayşə. Qəddafinin qızı Berlusconi'nin sevgilisi idi.